Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəllov növbəti dəfə onunla bağlı açıqlama verib. Ölkə Az bizim mediaya istinadən xəbər verir ki, bu barədə o TikTok canlısında danışıb. Anar estrada ulduzu ilə tanışlıq hekayəsindən bəhs edib. Mənim ən sevimli mahnım Bahardır. Röya ilə tanış olmamışdan əvvəl xoşuma gəlmirdi. Biz qohumumuzun ad günündə tanış olduq. Orada xoşum gəldi. Tanış olduq, rəqs etdik. Ondan sonra Röyəyə qulaq asmağa başladım. Birinci dinlədiyim mahnısı da bu idi. Vuruldum. Əsl sevgi heç vaxt keçmir. Həmişə ürəkdə qalır. Vaxt keçir. Belə məsləhət oldu. Biz küsməmişik ki, barışaq.